Salam uşaqlar, xoş gördük sizləri. Bugün mən Aida müəllimə sizinlə Həndəsə Optikadan olan 23-cü məsələnin həllinə baxacağam. Əvvəla məsələni oxuyuruq. Məsələdə bizə 2 dənə güzgü verib. Biri çökük güzgüdür, biri qabarıq güzgüdür. Deyir, AB cisminin sferik güzgülərdə alınan xəyallar üçün Euler-Venn diaqramında uyğun ifadələri təyin et. O zaman mən birinci xəyalları almalıyam. Ondan sonra xəyalları aldıqdan sonra bunlara cavab verməliyəm. O zaman gəlin xəyalımızı başlayaq alaq. Birinci AB-dən xəyalımı göndərirəm. Dəydi və geri qayıtdı, gəldi, fokus məsafəsindən çıxdı. Birini də mərkəzdən mərkəzə göndərirəm. Göndərdim, gəldi mərkəzə dəydi. Yenidən qayıtdı dala. Baxıram ki, uşaqlar, burada xəyal alınmadı. O zaman bunların uzantılarından istifadə edək. Görək uzantılarından xəyal alınacaqmı? Bunun uzantısı buradan çıxacaq belə. Bunun da uzantısı gəlib buradan çıxacaq. O zaman xəyalımız harda kəsişdi? Burada. Bir dənə gəldik, buradan bir dənə xəyal aldıq. Keçir indi qabarıq güzgü üçün xəyal almağa. Uşaqlar, biz nə demişik? Demişik ki, qabarıq güzgünü bir top kimi görün. Xəyalı göndərirsən, dəyir və geri qayıdır. Dəydi, geri qayıtdı. Ondan sonra göndərdim. Birini də nə edirik? Mərkəzə göndərik. Yenə dəydi və geri qayıtdı. Görürəm ki, bunlardan da xəyal alınmadı. O zaman bunların da mən nə edəcəm? Uzantısını yaradacağım. Bunun uzantısını gətirirəm. Fokusdan keçirdirəm. Bunun da uzantısını yenə eynən buradan keçirtdim. Baxıram ki, uşaqlar, baxın, buradan bir dənə xəyal alındı. Hara düşdü? T ilə F-in ortasına düşmüş oldu. Tamam, hər ikisində xəyalın aldığıma görə keçib bunları mən nə edə bilərəm? Müddəalarını Euler-Venn diaqramına yerləşdirəcəm. Deyir ki, möfhümü alınıbdır. Uşaqlar, əgər bizim xəyallarımız çıxdığı yerdən alınmazsa, uzantılarından alınarsa, o zaman deyərik ki, biz nədir? Bu xəyalın adı möfhümüdür. Ona görə möfhümünü qoyacam nəyə uşaqlar? İkisi üçün də. Biri qoydum bura. Keçirəm, sonra düzünə alınır. İkisi də düzünə alınmış xəyaldır. Ona görə də bu da getdi. Hər ikisinə aid olmağa. Sonra deyib böyüdülmüş. Baxın, burada bizim xəyalımız T-ni də vurub keçib görsünüz. Gəlib burada alınıbdır artıq. Demək ki, bu xəyalımız böyüdülmüşdür. Onda 3'ü qoydum 1 üçün. Amma kiçildilmiş uşaqlar, baxın, T ilə F-in arasında alınıbdır. F-dən qabaq hardasa düşünün ki, 1,5 F gəlir də. F-dən balacadır da, düzdür. Ona görə də deyirik ki, bu bizim kiçildilmiş alınan xəyalımızdır. O zaman 4'ü də qoyduq 2 üçün. Sonra deyir, güzgünün təpə nöqtəsi və fokus nöqtəsinin arasında alınır. Baxıram ki, o da harda alındı? Burada alındı da, düzdür. T ilə F-in arasında burada alınıbdır. O zaman 5'i də qoyacağım yeni 2 üçün. Deməli, nə tapdıq? 1'ə tapdıq 3. 2'ye tapdıq 1 ilə, yox, 4 ilə 5, çünki 2 buradadır. 4 ilə 5. 3'e də tapdıq nə uşaqlar? 3'e də tapdıq 1 ilə 2'ni. Tamam, bunları burada belə işarələdik. Gəlin indi bəndlərimizə baxaq. Deməli, 1'ə tapdıq 3. Burada baxırıq ki, burada 3, baxın, burada 1'də 3 yalnız buradadır. Gəlin görək, digər bəndlər də doğrudurmu? 2'ye tapdıq, bəli, 4 ilə 5. 2'ye tapdıq 4 ilə 5. 3'e də tapdıq 1 ilə 2. Demək ki, neymiş? Bizim cevabımız doğruymuş.